Avqust ayında bürclər bizə nə vəd edir? Avqust ayının şanslıları və avqust ayının şanssızları hansı bürclər nəyə diqqət etməlidir? Unutmayaq, yer üzündə yaşadıqlarımızın hökmü göy üzündə verilir. İnsan münasibətlərində yaşadığınız çətinliklər, niyə yetəri qədər pul qazana bilmirəm, nədir həyatda ən böyük yaralarım və onları necə sağalda bilərəm? Bütün bunlardan ətraflı danışdım. Zümrüd xanımla və mənimlə Maqazin Plus'da qalın. Hər birinizi ARB televiziyasından xoş gördük. Maqazin Plus verilişindən əlbəttə ki, bugün mənim qonağım fərdi inkişaf mütəxəssisi, eləcə də astroloqumuz Zəhra xanım Çolaqdır. Zəhra xanım Türkiyədə yaşayır, elə təhsilində bu sahə üzrə bütün təhsilini, təlimlərini də elə Türkiyədə alıb və bugün Azərbaycana gələr-gəlməz mütləq şəkildə dedim ki, Maqazin Plusun qonağı olmalısınız. Niyə? Biz saxta, işini bilməyən astroloqların, numeroloqların qurbanı olmayaq. Peşəkardan, mütəxəssisdən, bu işini bilən insanlardan elə ən doğrusunu öyrənəcəyik. Zəhra xanım, xoş gördük sizi. Çox sağ olun Zümrüd xanım. İllər sonra sizi görmək çox xoş oldu. Təşəkkür edirəm dəvətiniz üçün. Mənə bu fürsəti öz doğma vətənimdə verdiyiniz üçün kanalınıza da, eləcə də sizə də şəxsən minnətdarlığımı bildirirəm. Söhbətə, suallarımıza başlamamışdan öncə Zəhra xanımın özünün bir şüarı var. Yerdə yaşananlar göydə hazırlanır, şəkilləndirilir. Bu nə deməkdir? Hər birimiz doğulduğumuz anda göy üzündəki bütün planetlərin, asteroidlərin, nöqtələrin yerləşmə şəkli var. Bir-biri ilə yaratdığı rakurslar, bucaqlar, qarşıdurmalar və astroloji evlərimizdə planetlərin hər birinin fərqli yerləşimləri var. Və bunlar bizim xarakterik xüsusiyyətimizdən tutmuş, bizim ömrümüz boyunca verəcəyimiz bir çox sınaqları, ən çox hansı astroloji evimizdən dərin sınaqlar ala bilərik. Yara nöqtəmiz, Şironumuz asteroid olaraq hansı bürcdə və evdə yerləşibdir. Bunlar o qədər böyük mövzulardır ki, Zümrüd xanım. Qısaca onu deyim ki, o göy üzündə şəkillənir deməyimiz, hər kəsin individual doğuş anındakı bu yerləşmələrə görə şəkillənən doğum xəritəsi əsasında önümüzə qoyduğumuz zaman ətraflı bir şəkildə görünür. Yüksələn oxatanlar ümumiyyətlə həyatının bir ayını, 2 ayını, müəyyən dövründə olsa başqa bir ölkədən öz doğulub böyüdüyü sərhədlərin kənarında mütləq şəkildə gedib yaşayacaq. Bu qaçınılmazdır, çünki onların o həyatdakı missiyalarının bir parçasıdır sanki. Və deməli, mənim hələ şansım var, yüksələnim oxatan olduğu üçün. Onu da qeyd edeyim ki, biz 20 il idi Zəhra xanımla, o qədər telefonda mesajlaşırdıq, yazışırdıq, danışırdıq, amma 20 il idi mən Zəhra xanımla canlı görüşmürdük. Demək olar ki, işlə bağlı, ümumiyyətlə, yəni bu astrologiya ilə bağlı. Onu da qeyd edeyim ki, mən bu sahə ilə bağlı o qədər də inanclarım yoxdur. Amma Zəhra xanımla biz 3 saat telefonda danışdıq. O mənə onu o qədər anlayışlı, düzü televiziya insanıdır, həmkarımdır, aparıcıdır, redaktordur. Azərbaycan Dövlət Televiziyasında çox önəmli bir, böyük bir layihələrin, hətta bir layihə yox, bir neçə layihənin redaktoru, rejissoru olub. O qədər izahlı, o qədər gözəl onu mənə anlattı ki, hə, mən bugün astrologiyaya inanıram. Hətta onu da qeyd edeyim ki, səhər tezdən mütləq şəkildə Zəhra xanımı yığıram. Zəhra xanım, bugün filan işləri planlayıram. Olar mı? Deyir, dayan, baxın, ay xəritəndə plandır, günəş xəritəndə plandır və əlbəttə ki, inanıram, düşünürəm ki, bu doğrudan da düzdür. Yaşadıqlarımız göydə şəkillendirilir. Astrologiya həqiqətən insanın taleyini göstərir, yoxsa sadəcə potensialını?
Astrologiya ümumiyyətlə doğum xəritəsi ki biz dedik. Biz astrologiya dərin elmdir. Bizə aid olan hissəsi olan insanın o doğum xəritəsi və onun əsasında biz işləyirik, çıxartmalar edirik. Astroloji evlərinin yerləşimlərinə baxırıq. Yüksələn bürcünə görə, ay bürcünə görə, günəş bürcünə görə, planetar sistemin yerləşməsinə görə. Ondan sonra artıq biz sənin bu xəritəndə var. Aylıq tranzitlərdə bu keçişlər, bu evində filan mövzunu tətikləyə bilər, oyandıra bilər. Hazır ol. Bu konuda sınağın ola bilər. Saturn ağır bir vurur buradan. Pluton dönüşüm gətirə bilər. Neptun oyanış gətirə bilər kimi biz tövsiyələrimizi veririk. Amma Zümrüd xanım, incə bir məqam var. Mən həm də fərdi inkişaf mütəxəssisiyəm, bilirsiniz. Biz bunları nə qədər desək də, qarşımdakı insan, bu analizi etdirən bir insan, əgər o anda dəyişməyi seçəcəksə onun həyatı dəyişəcək. O fürsət gəlir. Bəzən fürsətlər qapımızı çalır, amma biz onları almağa hazır olmuruq ya. Ya da çox sonra itirdikdən sonra fərqinə varırıq ki, bu gəlmişdi axı mənim qapıma, mən açıb qəbul etmədim. Yəni sonra insanlar düşünə bilər ki, bəs bu xəritəmdə vardı, niyə? Bəzən elə olur ki, bir il sonra bir nəfər zəng gelir ki, Zəhracan, filan şey, mən indi fərq edirəm, o fürsət imiş, mən onu dəyərləndirməmişəm. Deyirəm, növbəti fürsəti gözlə o zaman, növbəti uyğun zaman dilimini gözlə. Yəni, Zümrüd xanım, qısaca onu deyim ki, analiz əlimizdə var, proqnozlar var, transit, bucaqlar, qarşı durmalar, hər şey var. Amma onun qarşısında sakit mi oturacaqsan, onu göz yaşı içində, köhnə xatirələri canlandıraraqmı yaşayacaqsan, yoxsa irəliyə dönük dəyişim üçün addım atacaqsan, bu hər kəsin individual fərdi seçimidir artıq. Yəni doğum xəritəmiz bizim taleyimizi göstərə bilər. Bilər, hətta yönləndirə bilər. Əlbəttə. Amma seçim yenə də seçimi sən dəyişəcəksinizmi? Məsələn, xəritə deyir ki, bu gün sənin üçün uğursuzdur tutaq və ya uğurludur. Uğursuz olduğunu bildiyin halda, bu tranzitin sənə uğursuz gəldiyini bildiyin halda sən yenə də israrla önəmli bir işini həmin gün eləyib sonra alınmayacağına üzülürsənsə, bu artıq seçimdir. Onun seçimidir və ya uğurlu bir gündür. Tənbəllik edir, yox bugün mən modumda deyiləm və ya bugün bilməm saçıma boya qoymamışam, önəmli bir görüşməyə getmirəm. Tamam, o fürsət qaçdı. Sonra deyir ki, 3 gün sonra getdim. Axı sən həmin günün enerjisi bir fərqli idi. Niyə onu sən qaçırdın? Bu artıq seçimdir Zümrüd xanım, aydındırmı? Zəhra xanım, ümumiyyətlə son zamanlar astrologiyaya o qədər maraq var ki, o qədər insanlar maraq göstərir, amma bununla da bərabər şarlatanmı deyil? Bilgi kirliliyi. Hə, bilgi kirliliyi. Yəni bununla necə mübarizə aparmaq olar? Yəni niyə artıq birinci bu suala cavab verir? Niyə astrologiyaya bu qədər insanların fikri yönəlib və burada bəzi bilgilərin, bəzi astroloqların verdiyi səhv məlumatlar niyədir? Bilməməzlikdənmi? Zümrüd xanım, ümumiyyətlə tarix boyunca göy üzünə, bilinməyənə insanın, bilinməyəni öyrənməyə hər zaman marağı olubdur. Bu tarix boyu belə olub. İndi belə, indi prosta sosial media falan aktivdir, hamı öz duygusunu rahat bir şəkildə paylaşır deyə biz bunu bilirik. Hətta qabaq padişahların saraylarında münəccimlər olub. Məsələn, Şah İsmail Xətayı Çaldıran döyüşünə getmədən bütün münəccimlərini toplayıbdır ki, bir göy üzünün xəritəsini çıxart, uğurlu tarix ver, mən onda səfərə gedim ki, qalib çıxım. Ona görə də, məsələn, Topal Teymur özü münəccimləri toplayırdı ki, mən Yıldırım Bəyazıtin necə devirə bilərəm, Osmanlı imperiyasını necə çöktürə bilərəm. Bunlar təbii ki, salnamələrdən gələn bilgilərdir, dəqiqliyi bilmirik. Amma saraylarda, bütün nağıllardan, əfsanələrdən bilirik ki, münəccim olub. Münəccim də o zamanlar indiki rəsədxanalarda böyük turbinlər vasitəsilə baxılır göy üzünə. Bütün onlar hesablanır və bilgilər girilir portallara. Padişahlar üçün münəccimlər böyük yenə də turbinlərlə baxıb, öz analizləri ilə, özlərinin o dönəmki bilgi birikimləri ilə bunu eləyiblər. İndi astrologiyaya hər zaman həvəs olubdur. Fəqət bir şeyə böyük həvəs olanda insanlar bunu başqa manipulyasiya yöntəminə də çevirirlər. Bir-iki dənə öyrənim, nəsə düz deyim, bir vurucu can evindən vurum da, mən bunu biznesə çevirim, pul qazanım. Əlbəttə, bu artıq hər kəsin vicdanı ilə bağlı olan işdir. Yəni, istəyir
həkim olsun, müəllim olsun, hər yerdə bunu vicdanla da görən var. Mühəndis olsun, saxtakarlıqla da görən var bu işi. Bundan heç kim sığortalanmayıb. Zəhra xanım, sizə dərin təşəkkürümü bildirirəm. Hər verilişimizdə olacaq və ən mükəmməl, ən dəyərli məsləhətləri ilə görüşəcəyik.